qovma oyunu. Bir gün atam məni çağırıb dedi, gəl sənə at qovma oyunu öyrədim. Bu oyunla çox vaxt dümüç ola bilərik. Atamın bu oyunu yaxşı başardığını və çox sevdiyini bilirdim. Atam ilə gedib oyuncaqları gətirdik. Bu oyuncaqları atam uşaqlıq çağlarından saxlamışdır. Oyun varağı bir ağ, bir qara, dörd bucaqlılardan düzəlmişdir. Atlar isə biri ağ, biri qara idi. Atam varağı masanın üstünə açıb atları düzdü. Bir saatın içərisində atam oyunu mənə öyrətdi. Mən yeni bir oyun öyrənməyimə sevincək idim. Atam da sevinirdi. Uşaqlığını anımladığına görə, özünə bir oyundaş tapdığına görə. Neçə əl oynadıq, yalnız hamısında atam uddu. Atam udduqca çox şənlik edirdi. Bu işə yaxşı baş verib, atamın nə üçün hər dönə məni udduğunu öyrəndim. Ondan sonra hər oyunun uducusu mən oldum. Amma özünüz bilirsiniz ki, bəzi oğullar, bəzi ataları udanda kürəkləri göyərər.